Herkese Herkese salam. salam. Bugün kamera qarşısında tək deyiləm. Bəsti xanım da mənimlə bərabər öz fikirlərini bizimlə bölüşəcək. Bugün Badamdart ərazisində yerləşən Həm otel, həm restoran kimi fəaliyyət göstərən bir məkana gəldik. 2 nəfərlik səhər yeməyi setini sifariş verəcəyik. Gedək görək məkanın interyeri, mənzərəsi və verdiyi səhər yeməklərinin dadı necədir? əslində sosial şəbəkələrdə reklamı çox çıxırdı qarşıma. Mənzərəsinə görə daha çox açığını desəm gəlmək istirdim, amma bu gün artıq gəldiyimizə görə təamlarının da dadı çox maraqlıdır mənə. Görək ki, reklam etdikləri qədər var ya yox. Fikrimizi sizinlə bölüşəcəyik. Məncə çox sözə ehtiyac yoxdur. Məkanın mənzərəsi hər şeyi başa salır. Burada heç bir şey yeməsəniz belə, məkanın mənzərəsi adamın valeh eləyir. İndi Bəsti xanım, restoran barədə öz təəssüratlarınızı zəhmət olmasa bizimlə bölüşərdiniz. Mən çox bəyəndim açıq. Həqiqətən dediyi qədər, reklam olduğu qədər var imiş. Mən də Bəstinin dediklərinə qatılıram. Biz sifariş verdiyimiz səhər yeməyi 2 nəfərlik səhər yeməyi idi. Amma Hər rahat bir 4-5 nəfər onu Hə. yəni bilmirəm biz mi az yedik, yoxsa masanın üzərindəkilər mi porsiyalar çox idi. Çox doyumlu idi, amma belə elə düzünə qalsa 4 nəfər rahat yeyə bilər. Bir nəfər üçün səhər yeməyinin qiyməti 25 azını təşkil edir. Ümumi 55 manat çıxır. Bir də bunu qeyd eləyim ki, əgər bura gəlmək istəyirsinizsə, əlavə terasda ayrıca kabinetlər var. Onları 2-3 gün əvvəlcədən rezerv eləməyiz məsləhət görülür. Çünki biz nəzərdə tutmuşduq ki, terasdakı kabinetlərdə oturaq, amma rezervlər dolu olduğuna görə elə açıq terasda oturduq. Bu restorana 10 üzərindən xal versək neçə bal verərsən? Mən 10 verərdim. Belə mən də 10 üzərindən 10 verərdim. Hətta düşünürəm ki, yaz-yay aylarında daha gözəl olar. Məncə Yaşıllıq, də. güllük, çəmənlik. Biz gündüz vaxtı gəlmişik. Bura inanıram ki, gecə mənzərəsi də çox gözəl olar. Videomuz burada yekunlaşır. Restoran haqqında biz təəssüratlarımızı sizlərlə bölüşdük. Bu kimi videoların davamını gəlməni istəyirsinizsə, kanalıma abunə olmağı və videonu like eləməyi unutmayın. Hələlik.